var. İradə İsayeva postnatal və prenatal psixoloqdur. 100% səbəbsiz sonsuzluqların altında yatan səbəb psixoloji səbəbdir. Bunun da adı var. Elmi adı psixosomatikadır. Şuurumuzla şuuraltımız ziddiyyətlər təşkil elədiyi məqamlar ola bilər. Dilim deyə bilər ki, mən övlad istəyirəm. Mən belə-belə ağlaya bilərəm. Saatlar açıq ki, mən övlad istəyirəm. Amma mənim şuur altımda elə bir səbəb yata bilər ki, mən onu hətta dilimə ala bilməkdən də qorxaram. Mən bu mühitə uşaq dünyaya gətirmək istəmirəm. Gəlin bu atalardan da danışaq. Yalnız qadının şuuraltısı qərar verir ana olmaqla bağlı, yoxsa kişinin də şuuraltısı burada qadınlarla kişilər də bərabərdir. Mən həmişə deyirəm ki, qadınların məsuliyyəti olduğu qədər kişilərin də məsuliyyəti var. Çünki hər kişi atalıq məsuliyyətini dərk eləmir. Öz xatirinə də hətta biz oturub yaxın rəfiqəmizdən soruşa bilərik ki, bir şey var, amma onun şuuraltısına çox pis təsir eləyə bilər. Polikistozlar, mən qadın olmaqdan qorxuram. Məndə kişilik testosteron daha artır, daha çox kişilik olmaq, kişi hormonlarım daha çox artır və kişi olmağı daha çox seçirəm. Yəni deyiblər ki, mən çox gərgin idim, 3 il, 5 il müalicə elədim, axırda başımı buraxdım ki, Allahın ümidinə nə vaxt olur. Həmin ay və yaxud həmin sonraki aylar mütləq qalırsan. Nə zaman ki, sən artıq orqanizmi boş buraxırsan. Cinsiyyət, uşağın cinsiyyətini qəbul etməyi də bizim şuuraltımız seçir. Bəli, onu da şuuraltımız. Məsələn, ola bilərmi ki, ata oğlanı istəyir? Ana isə qız uşağı istəyir və ana orqanizmi oğlan hüceyrəni qəbul etmir.